Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 2 noyabr 2025-ci il 9-cu siniflər üçün keçirilmiş OTK sınağından ingilis dili suallarının izahına baxırıq. İlk öncə qeyd edim ki, sınaq cavablarından və ya adi testlərin izahlarından xəbərdar olmaq istəyirsinizsə, Teacher Vüsaliyənin kanalına abunə olmağı unutmayın. Gəncədə canlı dərslər və onlayn dərslər üçün burada qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Əvvəlcə gəlin test izahlarına baxaq. 56-cı testdə bizdən sinonim soruşulur. Altına xətt çəkilmiş sözün sinonimi aktiv, canlı, yəni hərəkətli, energetic, enerjili, demək ki, cavab oldu C variantı. Basic, əsas, beloved, sevimli, strange, qəribə, boring isə sıxıcı deməkdir və bu sözlərin heç biri aktiv sözü ilə sinonim deyil. 57-ci testdə baxırıq. Have finished project this week. Birinci nöqtələrdən sonra xəbər, ikinci nöqtələrdən sonra isim verilib. Demək, xəbərlə işlənənlər baxırıq. Birinci tərəfin hər biri xəbərlə işlənir, lakin he-də have yox, has olmalı idi. Ona görə D variantı yanlışdır. İkinci nöqtələrdən sonra isim gəlib. Bilirik ki, ours və theirs'dən sonra qətiyyən isim qoymaq olmaz. Çünki onların özünün s-sı varsa ismi var. A variantında isə he-dən sonra yenə isim gəlməz. Cavab olur B variantı. 57-ci testdə cavab olur B. Tərcümədə I have finished my project this week. Mən bu həftə öz layihəmi bitirdim. 58-ci testə baxırıq. 58-ci testdə bizdən verilən nöqtələrə artikl qoymaq istənilir. Hər iki nöqtədən, yəni birinci və ikinci nöqtələrdən sonra sayılan təksim verilib deyə sayılan təksimlər artiklsız işlənməz. Ona görə B və C variantlarındakı boşluqları çıxırıq. Məsələn, a big monkey ya da the big monkey deyilməlidir, amma boşluq qoymaq olmaz. Baxırıq ki, hər iki sözümüz samit səslə başlayıb. Ona görə A və D variantlarındakı ən artikllarda çıxırıq. Ən artiklından sonra mütləq sayit səs gəlməli idi. Demək ki, bu da yanlışdır. Cavab olur E variantı. Suddenly the children saw a big monkey and on the boat. Qəflətən uşaqlar qayıqda böyük bir meymun gördülər. 59-cu, 58-ci testə cavab Y idi. 59-cu testə baxırıq. Useful information. Information sayılmır. Ona görə önünə few, many qoymaq olmaz. Elotdan sonra ümumiyyətlə isim gəlməz. Cavab oldu C variantı. 59-da cavab oldu C. 60-cı testdə bizdən word definition soruşur. Sözün mənası having a lot of strengths of force. Having çox gücü olmaq, çox gücə sahib olmaq deyir bizdən. Polite, nəzakətli, beneficial, faydalı, suitable, uyğun, accessible, qəbul olunan D variantı doğrudur. Çünki D variantı həqiqətən də güclü deməkdir. 61-ci testin izahına baxırıq. Different books gəlib. Zera bilirik ki, ilk isimlə uzlaşır. Books cəmdə olduğu üçün xəbər də cəmdə olmalıdır. Cavab oldu 2, 4. Yəni D variantı is və was təkdədir. Kitabxanamızda çoxlu kitablar var ya da var idi. 62-ci testə baxırıq. Birinci və ikinci nöqtələrə artikl qoymaq tələb olunur. İkinci nöqtələrdən sonra butter, yağ gəlib. Yağ və müxtəlif növ pendir növləri. Yağ sayılmayan isimdir deyə biz onun qabağına en artiklı qoya bilmərik. Ona görə ikinci nöqtədən variantları çıxırıq. B və D variantları arasında qaldıq. Bayaq da qeyd etmişdik, ən artiklından sonra sait səs gəlməli idi. Burada isə traditional verilib, ən artiklı yanlışdır. Cavab oldu B variantı. Tərcümədə ənənəvi Azərbaycan yeməyi yağdan və müxtəlif növ pendirdən ibarətdir. 62-ci testdə cavab oldu B variantı. Baxırıq növbəti testimizin izahına. 63-cü testin izahına baxırıq. Bu agreement dərsidir. Agreement dərsindən bildiyimiz qədərilə cümlənin mübtədası inkli feildirsə, xəbərdə tək olmalı idi. Ona görə learning are yox, is olmalı idi. Hətta burada different cultures olsa belə, cümlənin mənası belədir. Müxtəlif mədəniyyətləri öyrənmək faydalıdır. Nə faydalıdır? Öyrənmək. Demək ki, bir yanlışdır. 2-də achieving my goals were very difficult. Yəni, öz məqsədlərimə nail olmaq çox çətin idi. İdilər yox, idi olmalı idi. Ona görə were yox, was olmalı idi. Cümlənin mübtədası nail olmaqdır. 3-cü testi sharing photos of animals on Facebook is my hobby. Facebookda heyvanların şəklini paylaşmaq mənim hobimdir. Nə hobimdir? Heyvanların şəklini paylaşmaq. Demək ki, 3 doğrudur. 4-də buying a small house was his dream. Balaca bir ev almaq onun xəyalı idi. Demək ki, 4 də düzdür. Çünki inkli feili xəbəri was qoyulub. Demək ki, cavab oldu 3, 4. C variantı 63-cü testə cavab oldu C variantı. 64-cü testə baxırıq. Gale, fırtına, shower, leysan, fog isə duman deməkdir. Hər bir sözün definition oxuyaq. Səmada qalın bir duman. Demək ki, bulut, bu olur A. 3-də olur A. Birinci heavy strong wind, çox güclü bir külək, bu olur fırtına B. 2-də isə shower, güclü yağış, 2-yə isə C uyğun gəlir. Demək ki, cavab oldu B, C, A, C variantı. 64-cü testdə cavab oldu C variantı. 65-ci testdə bizdən pronoun istəyir. Pronounlardan nöqtələrdən sonraki sözə baxırıq. İsim yoxdur heç bir nöqtədə. Demək ki, və birinci nöqtədə də, ikinci nöqtədə də isim yoxdur. A variantı my özündən sonra isim istəyir. C, our özündən sonra isim istəyir. Her'dən sonra isim gəlməlidir. Yours və his doğrudur birinci tərəfə görə. İkinci tərəfdə yenə isim yoxdur. Ona görə her çıxır. Cavab olur D variantı. 65-ci testdə D variantı doğrudur. Deyir ki, bu CD səninkidir. No, it isn't mine. Yox, mənimki deyil. 66-cı testə baxırıq. 66-da hər iki nöqtələrdən sonra birindən most beautiful gəlib. Mostdan sonra sifət gəlsə Z artiklı olmalıdır. Z olmayanları çıxaq. Word dünya, dünyada in the word olur. Ona görə cavab olur burada A variantı. A word ya da eləcə boşluq ola bilməz. 67-ci testdə bizdən positive case soruşur. Positive case apostrofesin hər iki tərəfi isim olmalıdır. Shakespeare'in əsərləri bu doğrudur.
İkinci, uşaqların rəsmləri. Bilirik ki, kökündən dəyişən sözlərə bitişik s qoymaq olmaz. Çünki bitişik s-ların deməkdir. Uşaqlar artıq cəmlənibsə, demək ki, burada artıq biz onu ikinci bir cəm şəkilçisi qoya bilmərik. Ona görə 2 yanlışdır. My brother's friend, mənim dostumun qardaşı mənimlə oxuyur. Bu doğru cavabdır. 1-3. 4-də isə this tək işarə vəzi idi. Onun üzündən sonra bitişik s qoymaq olmaz. Cavab oldu 1-3. C variantı. İndi isə növbəti testə baxırıq. Burada bizdən soruşulur antonim. Antonim hər bir sözün mənasına diqqətli oluruq. Bir də bu testi qeyd edelim. Açıq tipli testlərdə full diqqətli olursunuz. Çünki bir səhviniz sizin bütöv bir sualınızı apara bilər. Birinci suala baxırıq. Huge and small, böyük və balaca. Bunlar antonimdir. Bir doğrudur. Polite and beneficial, faydalı və nəzakətli. Bu nə antonim, nə sinonimdir. Strange, qəribə, unusual, qeyri-adi. Qəribə, qeyri-adi sinonimdir. Bunlar antonim deyil. Usual olsaydı götürərdik. Clean, təmiz, dirty, çirkli, 4 düzdür. Old, young, yaşlı və qoca və cavan, 5 düzdür. Demək ki, cavab oldu 1, 4, 5. Açıq sualımızın cavabı 1, 4, 5 oldu. İndi isə 69-cu testə baxırıq. Short tekstlərdə mütləq və mütləq hər nüansı tərcümə etmək lazımdır və hər variantda səhvlə çıxmalıyıq. Əgər cümləmiz belə attentionla başlayırsa, demək ki, bu bir xəbərdarlıq ismarıcıdır. There is, diqqətli olun deyir, Wednesday-də 8 oktyabrda tarixlərə diqqət edirik. 8 oktyabr Wednesday-də, yəni çərşənbə günü güclü storm, tufan gəlir. Zəhmət olmasa diqqətli olun və özünüzlə çətir və raincoat götürün, palto götürün. Məktəblər həmin günə açıq olacaq, lakin yollarda çox diqqətli olun. İndi variantlara baxırıq. A variantı deyir ki, 8 oktyabrda məktəb açıq olacaq. Bu doğrudur. Burada deməli ki, bağlı olacaq. Doğrudur bu. 2-də deyir ki, faydalı deyil raincoat geymək. Əksinə faydalıdır. Faydalı olmasa deməzdi ki, bring götürün. C variantı deyir ki, həftə sonu olacaq. Xeyr, həftə sonu yox, Wednesday olacaq. Wednesday bilirik ki, çərşənbə gündür. Weekend olsaydı Sunday ya da Saturday olardı. Ona görə C yanlışdır. D variantında külək storm müddətində uşaqlar istifadə etməməlidir çətir. Belə bir cümlə verilməmişdi, əksinə götürün demişdi. Y variantında isə sənin ehtiyacın yoxdur çətir götürməyə, əksinə çətir götürməlisən. Demək ki, 69-cu testdə cavab oldu A variantı. İndi isə 70-ci testin izahına baxırıq. Diqqətli ol deyir, in case of fire, yanğın müddətində istifadə et emergency exit-dən, yəni təcili çıxışdan istifadə et. Alarm zəng çalacaq, əgər qapı açılanda alarm zəng çalacaq, çalış ki, sakit ol və çıxışa çat. A variantda deyir ki, zəhmət insanlar must find, alarm özü tapmalıdır və onu basmalıdır. Xeyr, özləri basmır, o özü açılır. B variantında alarm zəng çalır. Nə zaman ki, yanğın olmasa, xeyr, yanğın olsa zəng çalır. C variantda deyir ki, yanğın müddətində sakit qalma, əksinə sakit qal demişdi son cümlədə. D variantında insanlar istifadə etməməlidirlər təcili çıxışdan. Xeyr, əksinə istifadə etməlidirlər. Burada deyir ki, özləri zəng çalanda, əksinə deyir zəng çalanda get ora çıx qapıdan. Y variantında isə deyir ki, insanlar istifadə etməlidir təcili yardım çıxışından. Əgər yanğın baş versə, demək ki, 70-ci testdə cavab oldu Y variantı. İndi isə növbəti short answerimizin cavabına baxırıq. Dear Anthony, əzizim Anthony, I am here in İstanbul. Mən İstanbuldayam bir aydır ki və burada qalıram bir evdə, hansı ki şəhərin tarixi hissəsindədir. Bizim otağımız böyükdür və gün ərzində bura sakit olur. Biz eşitmirik heç bir səs küçədən. Şəhər mərkəzi isə hərəkətli olur gecələr və biz gecələr gəzməyə çıxırıq. Mən özümü burada relax hiss edirəm. Tezliklə görüşərik Julia. Demək ki, bu məktub Julia'dan yazılmışdı və Antoniya yazılmışdı. Buna diqqət edin. Çünki bəzən sizi bu tipdə testlərdə qarışdıra bilərlər. Məktub gedən adam, yəni kimə məktub göndərilibsə o cümlədə mübtəda olub nəsə bir cümlə ifadə etmir. Məsələn, B variantında deyir ki, Antoni də istəyir ki, getsin. Antoni haqqında heç bir məlumatımız yoxdur. B konkret səhvdir. A variantında deyir ki, Julia çoxlu səs eşidir otağından. Xeyr, onun otağı böyük idi və burada gün ərzində tamamilə quiet, sakitlik idi. Ona görə noisy deyildi. A variantı yanlışdır. C variantında axşamlar gəzməyə getmir. Amma burada gördük ki, baxın cümlədə yazılıb ki, walks in the evenings, gəzməyə gedir deyə bu da yanlışdır. D variantında Julia's house in the modern part yox, historical part olmaydı. Yanlışdır. Y variantı isə doğrudur. Julia razıdır öz səyahətinə. Düzdür. Belə bir cümləni tam olaraq verməyib, amma paraphrase eləyərək deyir ki, mən özümü burada relax hiss edirəm. Demək ki, tətil onun xoşuna gəlib. Demək ki, 71-də cavab olduğu Y variantı. İndi isə böyük mətnimizin izahına və cavablarına baxaq. Böyük mətnimiz ictimai nəqliyyat növləri və maşınlar haqqındadır. Ümumi bir tərcümə eləyirəm ki, sualları yazarkən əziyyət çəkməyək. Demək ki, birinci cümlədə deyilir ki, 600 milyon maşın, planetimizdə 600 milyon maşının olmasına baxmayaraq, dünya əhalisi 7 milyarddan, bilyondan çoxdur. Bu cümləyə diqqət olun. Baxın, burada milyon, burada isə bilyon yazılıb. Milyon, bilyon isə milyard deməkdir. Yəni, bilirik ki, milyard milyondan daha çoxdur. Bu deməkdir ki, çox əksər insanlar müxtəlif nəqliyyat vasitələrindən istifadə edir.
Əksər insanlar üstün tuturlar işə, məktəbə və ya digər yerlərə getməyə ictimai nəqliyyatdan istifadə edərək. Sakinlər New Yorkun, Parisin ya da Londondakı əksər sakinlərin özlərinin maşını yoxdur və Afrika və Asiyada əksər insanlar da ictimai nəqliyyatdan istifadə edirlər. North Amerikanın bəzi çox hissələrində, many parts çox hissələrində ictimai nəqliyyat hesab olunur dezavantaj, yəni bunun dezavantajı olduğu hesab olunur. Çünki bu insanlar hansı ki ictimai nəqliyyatdan istifadə edirlər, onlar çoxlu problemlərlə üzləşirlər, amma maşın onlara getdikləri yerə daha tez çatmağa imkan yaradır. Bu deyir ki, this isn't always true. Bu həmişə doğru deyil. İctimai nəqliyyat can be faster. İctimai nəqliyyat daha sürətli ola bilər, daha rahat ola bilər və şəxsi maşından daha ucuz ola bilər. İkinci tərəfdə, üçüncü abzasda isə deyir ki, Fransız şəhərlərində elektrikli tramvaylar, yəni bilirik ki, tramvaylar elektrikli işlənir. Buna bəzən powered cars da deyə bilərlər. Yəni bu tipdə testlərdən bu cümlələrə diqqət edin. Bunlar deyir tamamilə sakit işləyir. Latin Amerikasında, Çində, Hindistanda işləyən insanlar avtobuslardan istifadə edirlər. Hansı ki metro və tramvaylar kimi işləyir o da. Yəni daha doğrusu metrolar və qatarlar kimi işləyir. Əksər şəhərlər dəyişiblər öz yollarını velosiped yollarına, hansı ki bu insan sağlamlığına da kömək edir. Avropa və Asiya şəhərlərindəki təcrübə göstərir ki, əgər maşınlar, metrolar və ya qatarlar daha rahat olsa, daha təhlükəsiz olsa, çox sakinlər ictimai nəqliyyatdan istifadə edirlər öz maşınlarının əvəzinə. Demək ki, ümumi mənadan bildik ki, müxtəlif bir şəhərlərdən danışacaq və müxtəlif nəqliyyat vasitələrindən danışa bilər. Əvvəlcə gəlin 72-ci testə baxaq. Deyir ki, what that the experience European and Asian countries show. Deyir ki, Avropa və Asiya ölkələrində təcrübə nə göstərir? Bu bizim son cümləmizdə vermişdi. Demişdi ki, Avropa və Asiya şəhərlərindəki təcrübə göstərir ki, əgər maşınlar, avtobuslar, metrolar və qatarlar daha rahat və daha təhlükəsiz olsa, çox sakinlər onlardan istifadə edirlər. A variantda deyir ki, the number of public transport users, ictimai nəqliyyat istifadəçilərinin sayı arta bilər by creating suitable condition. Daha suitable vəziyyət yaradılsa, yəni maşınlar, bu nəqliyyat vasitələri daha comfortable və daha safe olsa, bunların sayı artar. Bu elə bizim son cümləmizdə verilmişdi deyə 72-də cavabı olur A. B variantında nə yanlışdır? Deyir ki, bəzi cəhdlər can be edilir ki, transform the city streets into car-free pathways. Deyir ki, çox cəhdlər olunub ki, şəhər küçələri dəyişilsin maşınsız yollara. Xeyr, bu Avropa və Asiyada deyildi. Bu verilmişdi bizə Fransada, daha doğrusu Çin, Amerika və Hindistanda. Demişdi ki, bəzi şəhərlər bike basa çevrilir. Ona görə B variantı yanlışdır. C variantda deyir ki, avtobusların sayı hansı ki slow gedirlər, bunların sayı arta bilər. Xeyr, təcrübə göstərmişdi ki, əksinə onlar comfortable və safe olsa, insanlar ondan daha çox istifadə edirlər. D variantında isə qiymətlər deyir, transportun qiymətləri baha ola bilər. Xeyr, bu da yox idi. Y variantında isə deyir the number of cars, maşınların sayı arta bilər. Daha doğrusu maşınların sayı can be increased, artıra bilər ictimai sağlamlıq. Xeyr, bu da yanlışdır. Maşınların sayı yox, avtobusların, metroların və qatarların sayı idi bu. Ona görə burada cavab olur A variantı. 73-cü testdə bizdən mətn haqqında da soruşur. Bir variantlara baxaq. Bu testi yazmağın asan yolu hər bir varianta ancaq sözü qoysaq, variantı daha tez tapa bilərik. Mətn ancaq Asiya və Avropa şəhərlərindən danışırdı. Xeyr. B variantındakı mətn ancaq Asiya və Afrikadakı əhalidən danışırdı. Xeyr. C variantında electric powered street cars, elektriklə işləyən küçə maşınları. Xeyr, bu da deyildi. Mətn təkcə tramvaydan deyildi. Yəni electric powered cars tramvay sayılır. D variantında şəxsi maşından və ictimai nəqliyyatdan istifadə etməyi bu mənalıdır. Çünki ikisi bir müqayisə idi bu mətndəki. Sənin maşının bir yerə sürətlə apara bilər, amma transport daha ucuz ola bilər. Yəni mətn ümumilikdə bu haqdaydı. Ya variantında isə mətn ancaq insan sağlamlığına kömək haqqında deyildi. Düzdür, o son bir cümlədə verilmişdi. Son 3-cü abzasda baxın burada yazmışdı ki, insan sağlamlığı, amma mətn ümumilikdə o haqda deyildi. Ona görə 73-də cavab olur D variantı. İndi isə 74-cü testə baxırıq. 74-də mütləq diqqətli olun, false istəyir bizdən, bizi qarışdıra bilərlər. Using cars, maşından istifadə etmək take much time. Xeyr, maşından istifadə etmək mətndən aid olsa da olmasa da, maşından istifadə etmək heç vaxt bizi müəyyən bir yerə çatdırmaq üçün çox vaxt aparmaz. Gəlin, baxın, bu cümlədə verilmişdir. Maşın icazə verir onlara, getsinlər getdikləri yerə faster, daha sürətli getmək çox vaxt aparmaq deyil. Demək ki, 74-cü testdə cavab oldu A variantı. Gəlin, digər variantlarda mətninə baxaq. Most African and Asian people istifadə edir ki, əksər Afrika və Asiya ölkələrində insanlar istifadə edir ictimai nəqliyyatdan. Bu birinci abzasının son cümləsi idi. Verilmişdi mətndə, ona görə çıxırıq. C variantda deyir
deyir ki, maşınların sayı daha azdır müqayisədə dünyadakı insanların sayından, dünya əhalisinin sayından. Bu düzdür. Mətndə demişdi ki, 7 milyard əhali var, 600 milyon da maşın var. Demək ki, həqiqətən də maşın sayı insan sayından daha fiyuədir, ya azdır. Bu tipdə testlərdə həmişə söz sırasına diqqət edin. Maşın sayı daha azdır insan sayından. Ona görə mətndə bu verilmişdir deyə bunu da çıxırıq. D variantında deyir ki, velosiped istifadə etmək insan sağlamlığına zərər vura bilər. Əksinə, burada qeyd olunmuşdur ki, insan sağlamlığına kömək edə bilər. Ona görə bu tamamilə yanlışdır. Daha doğrusu bu mətndə verilib deyə bunu çıxırıq. Bu yanlış cavabdır. Bizdən soruşulur tamamilə false. Y variantında isə deyir ki, New Yorkda və Londonda əksər insanların şəxsi maşınları yoxdur. Baxın, bu cümlədə verilib. New Yorkda, Parisdə və Londonda insanların şəxsi maşınları yoxdur. Demək ki, B, C, D və Y variantları hamısı mətndə verilib, amma A variantı mətndə yanlış verilib. Much time yox, few time, daha doğrusu little time olmalıydı. Ona görə A variantı yanlışdır. Seçirik 74-də A. İndi isə mətnin son iki sualına da baxarıq. In North America public transport is considered disadvantage. Deyir ki, Avropa, daha doğrusu North Amerikada ictimai nəqliyyat hesab olunur dezavantaj. Bunu bizə verilmişdi 2-ci abzasın 1-ci cümləsində. Bunu səbəbi isə göstərmişdi ki, bu insanlar çoxlu problemlərlə üzləşirlər. Ona görə də biz həmin cümlə mətnindən tapmalıyıq. A variantı deyir ki, çünki onlar çox sürətlidir. Bu mənada düz gəlmir. Bunu mətndə deməmişdi. Əksinə maşınlar sürətlidir. Public transport həmin cümlədə demişdi ki, əksinə maşınlar onlara icazə verir ki, getdiyi yerə tez çatsın. B variantı, onlar rahat deyil. Xeyr, belə bir cümlə yox idi. 2-ci abzasın son cümləsində demişdik ki, onlar daha rahat ola bilərlər. C variantı deyir ki, çox səs olur. Bu da yanlışdır. Belə bir cümlə yox idi. D variantında səbəb ola bilər bir neçə müəyyən problemlərə. D variantı 75-ci testdə doğrudur. Y variantı isə insanlar üçün təhlükəsiz deyil. Bu da yanlışdır. 76-cı testdə də baxırıq. Which statement are true according to the passage? Mətndən əsasən düzgün cavabı seçin. Bir də deyir ki, Fransada electric powered street cars are quite noisy. Xeyr, Fransadakı tramvaylar, yəni elektrikli maşınlar, mətndə bunu bizə verilmişdi, electric trams. Maşınlar noisy yox, silently işləyirdi. Ona görə bu yanlışdır, bizdən doğrunu soruşur. 2-də deyir ki, əksər insanlar yaşayırlar çətinliklər, ictimai nəqliyyatdan istifadə edərkən bunu bizə 2-ci abzasda vermişdi ki, orada insanlar face many problemlərlə üzləşərlər, çətinliklə üzləşərlər. Bu da doğru ola bilər, 2 düzdür. 3-də soruşur ki, ictimai nəqliyyat daha expensive olar şəxsi maşına. Xeyr, bu tamamilə yanlışdır. Bu 2-ci abzasın son cümləsində deyilmişdi ki, cheaper than personal cars, daha ucuzdur. Ona görə bu yanlışdır. 4-də isə deyir ki, Asiya və Afrikada insanlar meyillidirlər. Tend-to meyilli olmaq deməkdir, ictimai nəqliyyat seçməyə. Bu isə bizə verilmişdi 1-ci abzasın son cümləsində. Orada demişdi ki, insanlar ictimai nəqliyyatdan daha çox istifadə edirlər. Demək ki, burada ictimai nəqliyyatı seçirlər, öz şəxsi maşınlardan daha çox. Cavab olur 2, 4. 76-cı testdə cavab oldu 2, 4. İndi isə dinləmə mətni ilə tanış olaq. Burada mətndə verilib ki, İsveçrədə bir xüsusi teatr var, hansı ki buzdan və ya snovqardan düzəldilib, divarlar, stullar, hətta səhnə belə buzdandır və bu yer yalnız və yalnız qışda açılır, çünki hava isinəndə ora əriyir. Vizitorlar burada geyinirlər qalın jaketlər, əlcəklər, isti papaqlar ki, burada rahat ola bilsinlər. İnsanlar otururlar blok ahısının üzərində, lakin bu blok, yəni bu buz bloklar xəz dəri ilə örtülür və bu da insanları isti saxlayır. İçəridə teatrın içərisində işıq elə parıldayır ki, hər şey sehirli görsənir və insan burada özünü parıldayan Shining Ice Cave kimi hiss edirsən. Yəni sən hiss edirsən ki, parıldayan buz bir mağaradasan. Teatrda göstərilir tamaşalar, performanslar və səs buz divarlar arasında hərəkət edir və burada bir xüsusi effekt, echo çıxır və bu da hər şey həyəcanlı edir. After şovdan sonra isə insanlar yaxınlıqda olan kafeyə gedib orada isti şokolad və ya isti çay içə bilərlər. Çox ziyarətçilər bura ildə bir dəfə gəlirlər ki, təbiətin və incəsənətin qarşılığından həzz alsınlar. Bu teatr çox soyuqdur, lakin ziyarətçilər üçün çox qeyri-adi bir təcrübədir. İndi isə birinci sualımıza baxaq. 77-ci sualda deyir ki, bu mətn ümumiyyətlə nə haqqındaydı? B haqqındaydı. Qeyri-adi bir teatr. Boring yer deyildi, adi bir teatr deyildi. Qaranlıq yox, Shining idi və qışda qar və buz haqqında deyildi. 78-ci testdə soruşur ki, bizdən insanlar burada necə isti qalırdılar? Bir doğrudur, deyir, qalın jaket və əlcək geyinirdilər. 2 doğrudur, blokların üzərinə xəz qoyulmuşdu və həmin xəzin üzərində otururdular. Soyuq şokolad içirdilər və ya çay içirdilər. Bu mənə uyğun gəlmir, mətndə belə deyildi və nazik jaket, nazik papaq geyinirlər. Bu da deyildi.
Demək ki, burada cavab oldu 1, 2, A variantı. İndi isə baxaq 79-cu testdə burada soruşur ki, teatr soyuqdur, amma bir doğrudur, qeyri-adi bir təcrübədir. 2-də deyir ki, usual place'dir, adi bir yerdir, bu məna uyğun gəlmir. Ziyarətçilər buranı uzun müddət xatırlayırlar, bu doğrudur. 4-də isə deyir ki, xatırlamayacaqlar bunu uzun müddət, bu yanlışdır. Cavab oldu 1, 3, Y variantı. 80-ci testdə isə soruşur ki, bizdən there is a special theater, Sweden'da bir xüsusi teatrdır. Bəli, bir doğrudur, Truya yazaq. 2-də deyir ki, hər şey, teatrdakı hər şey buza çevrilir, daha doğrusu mayeyə çevrilir. Əgər istidə qurulsaydı buza çevrilərdi, ona görə də bu uyğun gəlmir, bu false-dur. The theater temperature in theater is normal deyil, əksinə soyuqdur, ona görə bu da false-dur. Many people enjoy the mix of art, deyir ki, teatrda insanlar incəsənət və təbiətin qarışığından həzz alırlar, demək ki, 4 doğrudur. 80-ci testdə 1, 4 true'dur, 2, 3 isə false idi. 81-ci artıq essedir, inşallah ki, 35 sözlük və bundan daha artıq sözlük yazsaz daha məsləhətlidir. Sözdən ibarət esse mətnidir, inşallah ki, növbəti videolarımızda esse mətnləri ilə də tanış ola bilərsiniz. Sağ olun, inşallah növbəti videolarda görüşərik.